Deməli 13-dən vaxt var aşağılar. Dəqiqdən baxdım. Yox, ayırmamış. Mən burada aldım. Əla. 13-ə baxıram. Suala cavab verin. Sualın İngiliscə hansı zamanda vermişsiniz? Cavabı da həmin zamanda verin. Özə deyir suala məchul növdə cavab verin. Do indiki zamandan sual. Deməli indiki zamandan cavab verməliyəm. D variantında was var deyə çıxdım. Z mübtədadır, him tamamlıqdır. Əvvəl nəyə keçirməliyəm? Himi. Himindən tək keçirəm hi formasında. A, C, D-dən biridir. D-ni çıxmışdıq bayaq was-a görə. C-də ümumiyyətcə izi yoxdur. Ona görə çıxıram. A variantı isə doğru cavabdır. Sonra 17. 17-yə baxırıq. Suala cavab verin deyir. Yəni eyni qayda. Burada mübtədadır, amma tamamlığımız yoxdur. Tamamlığı deməli variantlardan fikir veririk ki, office furniture sözü nəymiş? Tamamlıq imiş. Bunu yəqin ki, testdə yazmağı unutduqlar, çap səhvini. Və yaxud da ki, yazmasalar belə, yəni onsuz da variantlara görə biz bilə bilirik ki, office furniture tamamlıqdır. Furniture keçirdik əvvələ. Was-la V-ilə verə bilməliyəm, çünki indiki zamanda da əmizarla verməliyəm. Ona görə A variantı səhvdir. B-də əmizarı yoxdur, ümumiyyətcə səhvdir. D-də həfəz veriblər. Səhvdir. Y-də being artırılıb. Being davam edici zamandadır. Buna görə bu da səhvdir. Cavab olur C variantı. Sonra 21. 21-ə baxırıq. Dil keçmiş zamandadır. Keçmiş zamanı was-la V-ilə verməliyəm. İndi A variantına yes deyirəmsə, digər tərəfdə təsdiqdə verməliyəm. Burada mübtədam nədir? He-dir. Tamamlığım nədir? You. Biz nəyə əvvələ keçirməliyəm? Tamamlığı. Yəni ya you-nu nəyə keçirməm əvvələ? You-nu keçirməliyəm. Deməli. Ya da ki, tripi keçirdərik. Amma hi-ni keçirdə bilməliyik. Ona görə A variantını və C variantını, A-nı, C-ni, D-ni çıxdım. Bir dənə qaldı nə? B ilə Y-nin arasında. Y-də də will var. Will gələcək zamanı. Gələcək zaman burada işi nə? Cavab olur nə? B variantı. No ilə verdiyimizə görə ikinci səhvdə inkarda verirəm. Yox, yəni, mən deyirəm, kompüterim var. Hə, varımdır deməliyəm. Yox, yoxumdur deməliyəm. Yox, varımdır deyərəm heç. Ona görə no deyirəmsə, digər tərəfdə inkarda verməliyəm. Yes deyirəmsə, digər tərəfdə təsdiqdə verməliyəm. Sonra var səhviniz. Elə onda birisinə keçək. Can be changed, cannot be changed. Yazmamısan? Yazanlar səhvin desin. 17. Qulaq as, başa düş. Eyni qaydalarda 4 dənə qayda danışmışdım. Sual cümləsində sifət və ya zərf varsa məhsula keçməz. Zeriz eyni şeydir də. Yəni məhsula keçə bilirmi, keçə bilmir. Yazmırdınız, demişdim ki, istədiyiniz vaxt şəklini atıb soruşa bilərsiniz. Eləməmisiniz, demək ki, yazmaq istəməmisiniz. 3 dənə demişdiniz, onun üçün 3 dənə. 3 dənə deməmişəm, 4 dənə demişəm. Deməli, hansıdır səhvləriniz deyin. 17. 17-yə baxırıq. 17-də cannot be changed. Məhsula keçə bilməsin. Məhsula keçə bilmə qaydaları nə idi? Birinci qaydamız o idi ki, sual cümləsində sifət və ya zərf varsa məhsula keçə bilməz. Burada baxıram, sual cümləsi heç yoxdur. İkinci qaydamız o idi ki, cümləmiz zeriz, zera, zervoz, zervo ilə başlaya bilməz. Burada da heç elə bir cümlə yoxdur. Üçüncü qaydamız nə idi? Cümləmiz itizlə, itifozla başlaya bilməz. Burada da yenə elə bir test yoxdur. Ən vacib və ən çox düşən qayda hansı qaydadır? Demişdim ki, feildən sonra, əsas feildən sonra isim və ya əvəzlik varsa məhsula keçə bilir, yoxdursa keçə bilməz. Burada əsas feilimiz nədir? Play. Playdən sonra isim var ya da əvəzlik var, siz heç birisi deyil. Ona görə bir keçə bilmir, elə biri götürürəm. Çünki bizdən cannot istəyir, keçə bilməyən istəyir. 2-də nə deyir? Was coughingdən sonra loudly gəlir. Loudly isim və ya zərfdir. Üzr istəyirəm, isim və ya əvəzlikdir. Xeyr, ona görə bunu da keçirə bilmirəm, zərfdir. Cavab nə olur? 1-lə 2. Amma 3-də introduce a newcomer var. 4-də də different people var. Hər iki isim var deyə bunlar doğrudur. Bizdə nə istəyirdi? Cannot, yəni səhvi istəyirdi. Ona görə 1-lə 2-dir. Sonra 24. 24-də baxarıq. Cannot, yenə səhv fikir istəyir. Took place bütöv sözdür, baş vermək deməkdir. Ondan sonra last month gəlir. Last month nə isimdir, nə də əvəzlikdir, zərfdir. Ona görə 1 cannotdur, keçə bilmir. Biri götürürəm. 2-də baxıram, cümləmiz it has snowed-la başlayıb. Deməli, itlə başlayıb. Bu nədir? Keçə bilməz. Keçə bilməz deyə 2-ni də götürürəm. 1, 2-dir cavab. Elə A variantı. 3-də both-dan sonra any əvəzlik var, götürürəm. 4-də də everything əvəzlik var, götürürəm. Amma bizdə nə istəyirdik? Cannot istədiyinə görə 1-lə 2-ni götürməliyəm. Səhvləri seçməliyəm. Sonra hamı qutardı səhvlər? 30. Aha. 30-a baxıram. Burada the competition da took place bütöv halda nədir? Xəbərdir, baş vermək deməkdir. Ondan sonra gəlib a week ago. Zaman zərfi gəlib. Ona görə 1 səhvdir. 2-də collected-dən sonra some əvəzlik gəlib. 2 doğrudur. Bizdən can be istədiyinə görə doğrular götürəm. 2-ni götürəm. 3-də də happened-dan sonra yesterday gəlib. Yesterday nə isimdir, nə də əvəzlikdir. Bu da səhvdir. Amma 4-də disappointed-dən sonra Mr. Black and his family isim gəlibdir. Ona görə 4-ü götürürəm. Cavab nə olur? 2 və 4 B variantı. Aydındır? Başa düşdünüz aşıqlar?